Biz bu dəqiqə şiə sünni söhbəti eləmirik. Biz bu dəqiqə Azərbaycanın qanına susayan, qanını içən 37 ildir, 79-cu ildən bir yana da, ondan da qabağa olubdur. Azərbaycana üzünə gülə-gülə qanını içən, bizə o Rusun vaxtında da, o vaxtda da bir tərəf eşşək deyirdi, bir tərəf qoyun deyirdi. Üzr istəyirəm ifadəmə görə. Rusiya baran deyirdi. O tərəf eşşək deyirdi. İran farsları eşşək deyirdi. Qoyunu yiyirdilər, eşşəyi minirdilər. Bax, onlar heyli olubdular. Farsdan Rus. Bizim bu dəqiqə İran deyirik ki, İran deməklə deyil. İranda yaşayan Azərbaycan milləti var. Bizim öz qardaşlarımızdır. Bizim fikrimiz bu dəqiqə demək deyil ki, İsrailin tərəfini tuturuq, Amerikanın tərəfini tuturuq. Bizim bu dəqiqə ürəyimizdən tikan çıxan odur ki, Xamneyi rejimi getdi. Mən sizə sübut göndərərəm. Əlimdə var mənim sübutlar ki, Xamneyi 1-ci Qarabağ müharibəsində mitingdə nətər danışıb Azərbaycanın Pramoy qanına suslayıb. Deyir ki, Qarabağ olubdur Ermənistan, torpağı Ermənistanda olacaqdır. Xamneyi ha. Qardaş, onu mənə şəxsidə at. Mən burada 780 nəfərin qarşısında söz verirəm ki, sabahları çıxıb mən öz mövqeyimi dəyişəcəm. Sabir məni müəyyən müddətli tanıyır. Bu dəqiqə deyirəm, nömrəvi atırsan, şəxsiyyədə ataram hamısını. Yox, mənə burada şəxsidə onu, yəni o faktdır, dəlildirsə at. Bəli, Xamneyinin çıxışı var, özü də bütün gör neçə milyonun qabağında çıxır, deyir ki, özü. Pramoy deyir ki, Qarabağ olub Ermənistan torpağı oranda olmalıdır. Daha oradan da bilsən nə qədər bunu alqışlayırlar. Xamneyi ümumiyyətcə İngilis bayrağı olubdur. Altdan başqa söhbətlər deyib, üzdə başqa hərəkətlər deyib. Xamneyi həmişə bizim bu Azərbaycana protiv gedibdir. Hətta Zəngəzur dəhlizi üzə çıxanda da getdi öz barmağını ora tıxadı, yenə razılığını vermədi. Xamneyi nə qədər insanı bu axırıncı mitingdə 2000-3000-dən çox insanları edam elətdirdi, hamısını qırdırdı. Bunları bilirsiniz nətərdir? Bir dənə Xamneyi ilə İran tanınmır. Sadəcə olaraq orada durmuşdu, başda duran o idi, Xamneyi idi. Ondan da qorxurdular. O İranın öz daxili siyasi problemidir, qardaşım. Azərbaycanda da bugünkü gün Azərbaycan rejimindən milyonlarla əhali əziyyət çəkir. Azər bəy, bir dəqiqə sözümü kəsməyin, xahiş edirəm. Qoy fikrimi deyim. Mən hamının fikrinə hörmətdən yanaşıram. Ancaq bugünkü gündə düzlə razılaşmaq lazımdır. Xamneyini bu günlərim çox adam elə bilir ki, ölməyibdir. Yalandan deyirlər. Belə söhbətlər gəzir də, deyirlər ölməyibdir, yalandan deyirlər. Ona çıxıb orada ağlayanların da mən deyərəm 80% qorxusundan çıxır ağlayır, yalandan çıxır ağlayır ki, güya hörmətləyirlər ona. Onun rejiminin əlindən bezmişdi millət. Bezibdilər də. Mən sizə söz deyirəm mən. Bu elə belə şey deyil. Qardaş, aksen qoy